Səhabədən Əbu Hüreyrə radiyallahu anh bir gün dəstəmaz alarkən birisi baxır, görür ki, Əbu Hüreyrə radiyallahu anh qolunun altına qədər yuyur. Dizinin burasına qədər ayağını yuyur. Böyle gəlir, deyir ki, sən nə varsan? Deyir ki, sən buradaydın. Deyir, sən burada olduğu bilsəydim, ancaq bu fərz məhəllinə qədər, dirsək ucuna qədər ya, qoltuq altına qədər yumazdım. Mən dəstəmaz əzalarının suyun çatdığı yerə qədər, nur ora qədər çatır Peyğəmbərdən, o hədisi eşitdiyim üçün qoltuq altına qədər yudum deyir. Sən burada olduğu bilsəydim, amma o qədər yumazdım, bura qədər yuyardım. Yəni, insanların zehnində yanlış bir düşüncə qalmasın, dəstəmaz bura qədər yumaq lazımdır, düşüncəsi qalmasın deyib, ora qədər yuyardım deyib, dirsəyin altına qədər. Dəstəmaz günahların tökülməsinə vəsilə olur. Hədis-i şərifdə bir müsəlman və ya mömin dəstəmaz aldığı zaman üzünü yuyarkən gözləri ilə etdiyi günahlar dəstəmaz suyu və ya suyun son damlası ilə tökülür, gedər. Müjdəyə baxın. Əllərini yuduğunda əlləri ilə etdiyi günahlar dəstəmaz suyu və ya suyun son damlası ilə tökülür, elə ki, kişi bütün günahlardan arınır və tərtəmiz olur. Ayaqlarını yuduğunda da ayaqları ilə etdiyi günahları dəstəmaz suyu və ya suyun son damlaları ilə axıb gedər. Nəhayət, o müsəlman günahlarından tamamilə arınmış olur, tərtəmiz olur. Rəvah Müslim və Tirmizi. Yəni, görürsün, əlimizdə nə qədər şanslar var deyə. Nə qədər qiymətli şeylər var. Bəşər olaraq xəta eləmiş isə, dəstəmaz alarkən yavaş-yavaş onlar yuyulur, təmizlənir. Hətta Allah Resulü Aleyhisselatü Vesselam Səhabə-i Kiram'a soruşur ki, sizdən birinizin evinin önündən bir çay axsa, səhra şəraitində çay nə deməkdir? İndi gedənlər görüblər, Ərəbistanda hər yan səhradır, daşlıqdır, qumluqdur. Deyir ki, Allah Resulü, birinizin evinin önündən çay axsa, gündə 5 dəfə orada yuyunsa, onda kirdən, pasdan əsərlanmat qalar mı? Səhabə deyir ki, ya Resulü, yox, qalmaz. Gündə 5 vaxt namaz da insanda günahdan, kirdən, pasdan bir şey bıraxmaz. Yəni, dəstəmaz və namaz. Yəni, aldığın dəstəmaz və qıldığın namaz o günahları yuyur, təmizləyir. Dəstəmazdan dolayı əfv olunacaq günahlar xüsusi tövbəni gərəkdirən böyük günahlar ilə qul haqqı ilə əlaqəli olmayan kiçik günahlar və xətalardır. Dəstəmazdan dolayı əfv olunacaq günahlar xüsusi tövbəni gərəkdirən böyük günahlar ilə qul haqqı ilə əlaqəli olmayan kiçik günahlar və xətalardır. Yəni, elə günah var ki, adamın haqqına girmirsən birisinin, sən haqq sahibinin halallaşman lazım. Və yaxud da elə bir günah iş görmürsən ki, illa da xüsusi bir tövbə lazımdır. Amma kiçik xətalar bu dəstəmaz və namazla silinir, təmizlənir. Fərasət. Əbu Hənifə rəhmətullahi aleyh həzrətləri dəstəmaz alan bir gənc görmüş, bu xətaları etmə demişdi. Gənc heyrət edib Həzrət İmama, ya imam, bu xətaları işlədiyimi, etdiyimi haradan bildiniz deyə soruşdu. Əbu Hənifə rəhmətullahi aleyh həzrətləri də dəstəmaz əzalarından tökülən sulardan buyurdu. Yəni, bəsirət o qədər inkişaf etmiş ki, röntgen kimi, rengen kimi o tökülən günahları, sulla tökülən günahları oradan görürmüş. Hətta bir müddət sonra Allah-u Teala ki, ya Rabbi, üzərindən bu halı qaldır, rahatsızlıq verir. Yəni, insanların xətalarını görmək mənə rahatsızlıq verir. Parıl parıl. Əbu Hüreyrə radiyallahu anh anladı. Resulullah sallallahu aleyhi ve sellem qəbristana gəldi və səlam sizə ey möminlər diyarı. İnşallah biz də sizə qatılacağıq. Qardaşlarımızı görməmizi çox istərdim, dedi. Əshab-ı kiram, biz sənin qardaşların deyilikmi ya Resulullah, dedilər. Resul-i Əkrəm sallallahu aleyhi ve sellem, sizlər mənim əshabımsınız, qardaşlarımız hələ gəlməmiş olanlardır buyurdular. Bunun üzərinə əshab, ümmətindən hələ gəlməmiş olanları necə tanıyacaqsan, ey Allahın Resulü, dedilər. Peyğəmbər Efendimiz aleyhissalatü vesselam, nə deyirsiniz? Bir adamın alnı ağ, ayaqları səkili, yəni ağ, bir atı olsa, yağız və doru at sürüsü içində öz atını tanımaz mı, deyə soruşdu. Yəni, qaşqası ağ, ayaqları ağ, bir atı olsa, o qara at ilxısının içərisində, o atını tanımaz mı?
Səhabə, bəli, tanıyar, ey Allahın Rəsulü, dedilər. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz, işte onlar da dəstəmazdan dolayı üzləri nurlu, əl və ayaqları parlaq olaraq gələcəklər. Mən hovuzun başında onlardan öncə varacağam buyurdular. Mən hovuzun başına onlardan öncə varacağam buyurdular. Rəvah Müslim və İbn Macə. Yəni, Allah Resulü bizi dəstəmaz əzalarımızın parlaqlığından ahirətdə tanıyacaq. Ya indi müsəlmanam deyil, dəstəmazı almayanı nəydən tanıyacaq? Yəni, onu fikirləşmək lazım. Ona görə dəstəmaz alıb namaz qılmaq lazım ki, ahirətdə Resulullah s.ə.v bizi tanısın və ümmətim deyə çağırsın bizi. Hovuzun başına çağırsın bizi. Aman ha, aman, məndən uzaq olsunlar deməsin yəni. Hasaneynin ədəbi. Keçən bir dəfə anlatmışdım bunu mən. Tam xatırlamıyorum. Burada yuxarıda mı anlatmışdım, yoxsa arada anlatmışdım. Mevlana Həzrətləri Fihi ma fih adlı əsərində bu qissəni rəvayət edər. Hekayə edərlər, Allah ikisindən də razı olsun, Hasanla Hüseyin radiyallahu anhum uşaqkən birinin yanlış dəstəmaz aldığını gördülər. Adamın dəstəmazı şəriətə sığmırdı. Ona ən gözəl şəkildə dəstəmaz almağı öyrətmək istədilər, adamın yanına getdilər. Həcdə anlatmışdıq, elə mi? Birisi dedi ki, bu qardaşım mənə yanlış dəstəmaz alırsan deyir. İkimiz də sizin yanınızda dəstəmaz alaq. Baxın görək, ikimizdən hansımızın dəstəmazı şəriətə uyğun. İkisi də adamın yanında dəstəmaz aldılar. Adam bu zərif üslub ilə öz abdəstinin, dəstəmazının qüsurlarını anladı və "A çocuklar" dedi, "Ay balalar, sizin dəstəmazınız şəriətə tam uyğun, doğru, gözəl və bu yoxsulun dəstəmazı yanlışmış." Yəni, Peyğəmbər tərbiyəsində böyüyən uşaqlar belə olur da. Adamı qırmadan, incitmədən. Sən düzülənmirsən, sən səhv elədin, bidət elədin. Olmaz, olmaz. Müsəlman zərif olar. Bax, Peyğəmbər nəvələri necə davrandı? Aramızda mübahisə çıxır. Bizə bir hökm verin, görək biz hansımız yaxşı dəstəmaz alırıq, hansımız düz dəstəmaz alırıq, səhih dəstəmaz alırıq. Yəni, adam da, qarşıdakı insan da o kibarlığı anlamış, abalalar deyir. Sizin ikinizin də dəstəmazı şəriətə uyğundur, mənki filan yerdə uyğun deyil. Allah sizdən razı olsun. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz ağız və diş təmizliyinə də ayrı bir əhəmiyyət vermişlər. Bir hədis-i şərifdə də belə buyurmuşdur. Əgər ümmətimə çətin gəlməyəcəyini bilsəydim, hər namaz hazırlığında misvaq işlətmələrini əmr edərdim. Yəni, dəstəmaz alanda misvaq işlətmələrini əmr edərdim. Bu sünnəni yaşayaq, qardaşlar. Evimizdə misvaqımız olsun. Dəstəmaz aldığımız yerdə misvaqı qoyaq, stəkanın içinə və yaxud da bir qabın içinə. Götürək misvaqımızı işlədək, orada yəni, dəstəmaz alarkən onu işlədək. Rəvah Buxari hədisidir yəni. Yəni, çox böyük faydalar var misvaqın. Ağız qoxusuna gidərir, mədə xəstəliyinə dərmandır, filandır. Yəni, 70 dərdin dərmanı olduğu söylənilir. Ona görə misvaq işlədək. Demək ki, ilahi hüzura durarkən bulaşıq bir ağızla, kirli və pis qoxulu dişlərlə durmamaq, gərəkli təmizliyi etdikdən sonra o məqama yönəlmək lazımdır. Hətta keçmiş dərvişlər gecə zikirlərini başlamadan əvvəl ağızlarını gül qoxusu ilə yaxalayarlarmış, gül suyuna. Yəni, gül suyundan, gülaqla ağızlarını yaxalarlar. Mən Allaha zikir edəcəm, ağzımdan qoy gül isi gəlsin.